Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Məlumata görə bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bağlaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq. Bu artım Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliyin təmin edilməsinə əsaslandırılacaq. Tarif Şurasının gündəliyində olan yeni təklifə görə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatlı hesablanması nəzərdə tutulur. Meyxanaçı Orxan Lökbatalının vəziyyəti yaxşıdır. Bildirilir ki, bu barədə meyxanaçının oğlu Elşən xəbəri təsdiqləyib. O bildirib ki, hər şey yaxşıdır, ölüm xəbəri yalandır. Meyxanaçının ölüm xəbərini ilk mətbuat saatı yazmışdı.